Hörmətli izləyicilər, bu gün də istəyirəm sizə DİM 20 sınaq sualını izah edim. Çox maraqlı, düşündürücü, bir də çaşdırıcı bir sualdır. Burada diqqətli olmalıyıq. Həmişə dediyim kimi, gərək bütün suallarda diqqətli olaq. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur? Sintaktik əlaqəni birinci yadımıza salaq. Sintaktik əlaqənin iki növü var. Tabesizlik, tabelilik. Tabesizlik əlaqəsi daha çox həmcins üzvlər arasında olur. Tabelik əlaqəsi isə cümlə üzvləri arasında ən azı bir-biri ilə əlaqəli iki cümlə üzvü varsa, deməli burada sintaktik əlaqə var. Ona görə biz ən yaxşısı cümlələrimizi təhlil edək. Görək ki, burada ən azı iki əlaqəli söz varsa, onda həmin cavabı çıxaq, digərini əlaqə olmayanı saxlayaq. Y bəndinə başlayaq. Qəzet də, jurnal da lazımdır. Lazımdır. Xəbər nə? Qəzet, jurnal. Burada həm mübtəda xəbər var, sintaktik əlaqənin tabelik əlaqəsi var. Həm də qəzet də, jurnal da həmcins üzvü tabesizlik əlaqəsi var. Hər iki əlaqə var. Ona görə Y bəndini çıxırıq. Artıq şəhərə çatmışıq. Çatmışıq. Xəbər haraya? Şəhərə. Düzdür, burada mübtəda yoxdur. Amma zəflik və xəbər arasında əlaqə olduğu üçün D-ni çıxırıq. Məktəb bilik mərkəzidir. Xəbər, mübtəda və xəbər var, əlaqə var. Faydalıdır nə? Oxumaq. Burada mübtəda və xəbər var, demək əlaqə var. Artıq cavabımız A bəndidir. İndi biz A bəndinə baxaq, dəqiqləşdirək. Danışmırdı kim? Biz burada anar sözünü götürə bilərdik, amma burada vergül olmasaydı. Baxın, burada vergül var. Və bu birinci vergülü biz ara sözün vergülü hesab edə bilərik. İkinci vergülü isə anar sözü xitab olduğu üçün vergüldür. Xitabda cümlə üzvü olmur, əlaqəyə girmir. Xitab və ara sözlər cümlə üzvləri ilə bilirik ki, əlaqəyə girmir. Daha sözü isə burada nədir? Təbii ki, ədatdır. Ədat da cümlə üzvü olmur, əlaqəyə girə bilməz. Burada yalnız bir cümlə üzvü var, o da xəbərdir. İndi deyə bilərsiniz, bu cümlə uyğun gəlmir. Belə deyilməlidir. Bir dənə təsəvvür edin ki, anarla söhbət edirsiniz. Üçüncü şəxs haqqında. Üçüncü şəxs haqqında deyirsiniz ki, anara, doğrudan da anar daha danışmırdı. Kim o? Baxın, o buraxılıb sadəcə. O mübtədası buraxılıb. Onun haqqında danışdığınız üçün bu cümlədə anar xitabdır. Bir üzvlənən sözü var, danışmırdı, xəbər, başqa söz olmadığı üçün burada sintaktik əlaqə yoxdur. Ümidvaram ki, bu sual sizə tamamilə aydın oldu.